Salam, xoş gördük. Bu videoda da 1S platformasında idarə olunan formalarda, idarə olunan rejimdə, yəni upravляемые forma, upravляемые приложения, yəni bu rejimdə proqramlaşdırmanı öyrənməyə davam edəcəyik. Keçən dərsimizdə biz artıq platformanın konfiqurator ağacının obyektlərində durmuşduq və qeyd etmişdik ki, konfiqurator ağacının bütün obyektlərini obyekt, yəni hər birisinə ayrı-ayrı daha ətraflı şəkildə öyrənəcəyik. Bu videoda ilk olaraq edəcəyimiz şey, yəni öyrənəcəyimiz mövzu, baxın, bu общий bölməsinin və onun daxilində yerləşən obyektlərlə tanış olacaq. Bunun üçün ilk əvvəl gəlin bu plus işarəsinin, müsbət işarəsinin üzərinə sıxırıq və qarşımıza konfiqurator ağacının bu obyektləri, yəni общий ümumi bölməsinə aid olan obyektlərin siyahısı qarşımıza çıxır. Gəlin burada ekranı biraz yaxınlaşdıraq, siyahı bizə daha yaxşı görsənsin. Gördüyünüz kimi burada çoxsaylı obyektlər var. Bunlara podsistema, baxın bu misal üçün alt sistemlər, option modullar və yaxud da parametr seansa, roli, rollar, yəni fərqli obyektlər mövcuddur bu ümumi bölmədə. Amma bizi indi burada əsas maraqlandıracaq, yəni bu videodakı mövzumuz bu podsistema, alt sistemlər. Bu obyekt bizi maraqlandıracaq. Gəlin indi aydınlaşdıraq görək bu alt sistem nədir? Baxın bu alt sistem, bu obyektimiz. Əziz dostlar, baxın bu obyekt istifadəçi interfeysinin qurulduğu əsas obyektlərdən biridir. Yəni bu obyekt vasitəsilə 1S-in, yəni istifadəçi tərəfdə, istifadəçi rejimində açılan interfeysinin qurulduğu əsas obyektdir. Baxın bu obyektin içərisində həmin interfeysdəki bölmələr, onun quruluşu burada qurulur. Bu obyekt vasitəsilə. Yəni 1S-də istifadəçi üçün məntiqli və nizamlı strukturun yaranması məhz bu obyekt sayəsində mümkün olur. Misal üçün siz bilirsiniz ki, konfiqurasiyada baxın belə obyektlərimiz var. Spravçniklar, dokumentlər, sənədlər, yəni spravçnik dedikdə bu kataloqlar və meta məlumat obyekt, digər meta məlumat obyektləri, meta obyektlər. Baxın, indi biz bu obyektlər, bütün bu qeyd etdiyimiz, gördüyümüz bu obyektlər interfeys üzərində harada və necə yerləşdirilməlidir? Nə hansı menyuda, hansı qovluqda olmalıdır? Məhz bu strukturlaşmanı həyata keçirmək üçün alt sistemlərdən, yəni bu option moduldakı gördüyünüz bu podsistemi, alt sistemlərdən istifadə olunur. Tutaq ki, biz indi arxivlər, yəni spravçnik, kataloqlar üçün, yəni baxın bu spravçnik, kataloqlar üçün ayrıca bir alt sistem yaradırıq. Baxın bu podsistema bölməsində, bu alt sistemlər bölməsində. Və bu həmin yaradacağımız alt sistemdə yalnız və sadəcə bizim kataloqlarımız, yəni baxın bu spravçniklarımız, bura əlavə edəcəyimiz obyektlər yerləşəcək. Bu yeni tutaq ki də yaradacağımız alt sistemdə. Bu da bizə həm müəssisənin işinə uyğun qruplaşdırma aparmağa imkan verir, həm də istifadəçi üçün aydın və məntiqi menyular yaradır. Baxın bu alt sistemə, podsistema bölməsinə əlavə edəcəyimiz, yəni obyektlər. Bir növ istifadəçi rejimində interfeysi müəyyən belə menyularla qruplaşdırmaqla struktura salmış olacaq. Yəni istifadəçi üçün həm məntiqli, həm rahat, həm aydın interfeys yaratmış olacaq. Məsələn, 1S-də yaradılmış spravçniklar, məsələn, tutaq ki, burada anbar və ya ticarət kimi, yaxud da müəyyən tip sənədlər müəyyən alt sistemlərə, müəyyən podsistemlərə aid olur və məhz bu cürdə proqramlaşdırılır və istifadəçi üçün məntiqi, aydın olan bir interfeys yaradılır. Bu interfeys istifadəçi üçün rahat və sürətli işləməyə də imkan verməlidir. Məhz buna görə də əvvəlcədən biz gərək düşünək və planlaşdıraq və interfeysi düzgün şəkildə qurmaq vacibdir. Yaxşı, indi gəlin yeni bir alt sistem konfiqurasiya obyektini yaradaq. Bunu bir neçə yolla etmək mümkündür. Baxın, mausumuzu yaxınlaşdırıb podsistema bölməsinin üzərinə ya əlavə et, добавить bunu seçirik və yaxud da konfiqurasiya ağacının panelinin, yəni pəncərənin üzərində olan bu üstəgəl işarəsinin üzərinə sıxmaqla yeni bir alt sistem obyektinə əlavə edə bilirik. Gəlin bu düyməni sıxaq və gördüyünüz kimi qarşımıza belə yaranan ilk podsistema obyekti, yəni alt sistem obyektinin pəncərəsi açılmış olur. Bu bizim yaratdığımız yeni meta məlumat, yəni bu konfiqurator ağacının obyektlərindən ilkidir. Görürsünüz ki, sistem özü də bizə ad qoymaqda köməklik etməyə çalışıb və burada podsistema 1 adında belə adı da təklif edib. Biz isə indi təbii ki, onu
istədiyimiz kimi adlandıracağıq. Məsələn, gəlin buna bir ad təyin eləyək. Uçot alt sistemi. Məsəl üçün belə bir ad verək. Uçot, yəni uçotun aparılma bir bölməsi, alt sistemi. Yəni bu şəkildə fərq etmir, nə istəsəz ad təyin eləyə bilərsiniz. Qeyd etdiyim kimi çalışaq yuxarıdakı, yəni obyektə verilən adı ə, i, u, ü bu hərflərdən istifadə etməyək. Ancaq sinonim bölməsində isə istifadəçiyə görsənən hissədə isə istədiyimiz bütün hərfləri istifadə edə bilərik. Bunun üçün bu şəkildə yazarıq. Uçot alt sistemi. Sinonim bölməsində isə bunu belə qəşəng Azərbaycan, yəni Latın hərflərindən istifadə edə bilərik. Uçot alt sistemi. Baxın, bizim ilk yaratdığımız alt sistem. Bu şəkildə də ona ad təyin etmiş olduq. Və bu açılan, yəni pəncərədə gördüyünüz kimi fərqli bölmələr var. Yəni bu obyektin sazlanmaları ilə bağlı. Bunları da biz dərs müddətində, yəni sırf ilkin dərslərdən bütün hər bir düymənin, hər bir komandanın nə olduğunu, yəni əlavə informasiyaları, yəni yüklənməyinizi istəmirəm deyə. Etap-etap, yəni indi hal-hazırda bizə əsas nədir? Onları belə qavrayaq, anlayaq. Gələcəkdə də bu əlavə nə düymələr var hamısı haqqında belə vaxtı gələndə bizə bu hansısa bir sazlanma ehtiyac gəldikdə inşallah onları da öyrənmiş olacaq. Hal-hazırda indi mən burada sizə nəyi göstərirəm? Əsaslar bunlardır. Yəni ki, interfeysdə də dəyişikliyi indi görəcəksiniz özünüzdə. Yəni burada, yəni hansı sazlamalar əsas bizə lazımdır, onları qeyd edəcəyik. Ключать komanda interfeys, baxın bu qaloçkanı, bu işarəni saxlayırsınız. Yəni komanda interfeysinə əlavə olunsun. Podsistema adına komandı bu indi vaxtı gələndə mən sizə dəqiq göstərəcəm bu işarə nə üçündür. Bunu boş da buraxa bilərsiniz. Hətta komanda interfeysi bu bölməyə də hələ ki daxil olmayaq. O bu haqqda da ətraflı veriləcək. Bizə indi hal-hazırda bu obyekt üçün, yəni bu ilkin dərsimizdə, ilkin videomuzda lazım olan, yəni sazlamalar, baxın indi bunlar. Və burada kartinka bölməsi var. Yəni biz istifadəçi tərəfdə bu alt sistemin işarəsini, yəni şəklini də seçə bilərik, belə daha maraqlı görsənsin deyə bu kartinka bölməsində bu sazlanmanı da təyin edə bilərik. Və gəlin burada biz vuraq, baxın bu şəkildə içərisinə daxil olaq və standart bir resim bizə təklif etdiyi şəkillərdən birini onun üçün təyin eləyək. Da baxaq belə. Baxın bu uçot alt sistemidir deyə biz burada bu açot, bu işarə belə daha uyğun gəlir. Ona sizə fərq etmir hansı şəkil və hətta özünüz də bura şəkil əlavə edə bilərsiniz. Biz indi standart bir resim bizə təklif etdiyi şəkillərdən birini seçirik və buradan OK düyməsinin üzərinə sıxırıq və gördüyünüz kimi həmin kartinkada şəkil də əlavə olunmuş oldu. Və sonda da gəlin zakret. Artıq bizim bu obyektimiz yaranıb və müəyyən bizə lazım olan sazlamaları da təyin etdik. Gördüyünüz kimi heç bir çətin bir şey yoxdur burada. Çox sadə şəkildə bizim interfeysimizin, yəni bir-esin istifadəçi rejimində açıldığı zaman idarəetmə formasında, yəni upravляемый formada olan ilk belə menyunu alt sistemi yaratmış oldu. Bunun üçün zakret düyməsini də artıq basa bilərsiniz. Burada bu obyektin daha bir maraqlı xüsusiyyəti var, onu da qeyd etmək istərdim. Biz burada hətta iyerarxik struktur da qura bilərik. Yəni baxın bu alt sistemin özünün içinə belə, baxın добавить bölməsindən подчиненная подсистема. Baxın bu nə deməkdir? Yəni tabe olan alt sistem, yəni iyerarxiya, yəni ki bu alt sistemin özünün içində də alt sistemlər əlavə edə bilərik. Baxın bu şəkildə gördüyünüz kimi belə bu alt sistemin özünün içində alt sistem var. Baxın belə bir iyerarxik xüsusiyyəti də var bu obyektimizin. Yəni hal-hazırda bağlayaq, buna indi ehtiyac yoxdur. Bunu da buradan udalить eləyək. Yəni ekranı biraz kiçildim, rahat görsənsin. Gəlin indi bu etdiyimiz bu yeni obyektimizi istifadəçi rejimində görə bilmək üçün bazamızı yeniləyək, yəni yaddaşa vuraq etdiyimiz dəyişikliyi və gəlin indi onu istifadəçi rejimində açaq. Bunun üçün ya servis, один из предприятий və yaxud da отладка F5 düyməsini sıxa bilərsiniz. Hal-hazırda bizdə yəqin ki keçən dərsimizdə biz обычный formada, adi formada rejimdə açmışıq deyə bu şəkildə açıldı. Gəlin bağlayaq, xətamızı düzəldək. Biz keçən dərsimizdə artıq qeyd etmişdik ki, bizim konfiqurasiyamızın əsas işə salma rejimləri var. Baxın, bunun üzərində sağ düyməni sıxsaz, keçən dərsimizdə artıq baxda danışmışıq. Görürsünüz, burada обычно приложение qalır. Biz isə qeyd etdiyim kimi bizim dərsimiz əsasən upravляемый приложение, yəni idarə olunan tətbiqlər, idarə olunan forma ilə bağlı olacaq bir platforması. Bu səbəbdən upravляемый приложение, idarə olunan tətbiq bunu seçirik. Və gəlin yenidən bazamızı yeniləyək, istifadəçi rejimində açaq və gördüyünüz kimi artıq bizim interfeysimizdə müəyyən dəyişiklik oldu. Uçot alt sistemi, hansı ki biz bu konfiquratorda əlavə etmişdik və bizim bu müasir,
bizim bu interfeysimizdə yeni bir bölmə alıb üstlərinə sıxırıq. Hal-hazırda içi boşdur deyə biz heç bir şey görmürük. Gələcəkdə bura yeni obyektlər, yeni alt sistemlər əlavə etdikcə biz bunu daha interfeysi mürəkkəbləşdirə bilərik. Yəni menyuları bura bu interfeysə əlavə edə bilərik. Gəlin indi istifadəçi rejimini bağlayaq və konfiquratora keçək. İndi isə mən burada bir məsələyə toxunmaq istəyirəm. Bu da nəzəriyyə haqqındadır. Yəni qeyd etmək istədiyim odur ki, əgər biz, yəni ki, sizlər, ümumiyyətlə lap mənim özüm belə bu platforma üzrə bir peşəkar mütəxəssis olmaq üçün əlbəttə müəyyən əsas biliklərə malik olmağımız vacibdir. Yəni nəzəri əsasları bilməli, bəzi terminologiyanı, yəni ki, anlamalıyıq. Gəlin indi də biz baxın bunu eləyək və yaratdığımız bu uçot alt sistemindən müəyyən bir tərif verək. Yəni anlayaq görək ki, alt sistem nə demək. Baxın bunu belə qısaca belə bir şəkildə ifadə edə bilərik. Alt sistemlər konfiqurasiyanın ümumi obyektləridir. Platforma, yəni ADNS platforması onların əsasında tətbiqi həllin, yəni proqram təminatının komanda interfeysini formalaşdırır və proqramın bütün funksionallığını vizual olaraq bölüşdürür. Yəni bu bizim bu alt sistemə vermiş olduğumuz bir tərifdir. Yəni biz bunu bu şəkildə anlamalıyıq. Alt sistemlər konfiqurasiyanın ümumi obyektləridir, yəni obyektlərindən biridir və platforma bu obyektlər, bu alt sistemlər vasitəsilə, bu obyekt vasitəsilə, yəni proqramın komanda interfeysini formalaşdırır. Gəlin lab istifadəçi tərəfində açaq. Baxın bu bizim proqramımız, proqram tətbiqimizdir. Bu interfeysini formalaşdırır və proqramın bütün funksionallığını, indi burada bizdə müəyyən uçot alt sistemi olacaq, satış, misal üçün ambar, yəni bütün funksionallığın vizual olaraq bölüşdürəcək, yəni bölgüsünü, bölgü, yəni qəşəng səliqəli, məntiqi belə ardıcıllıqla müəyyən struktur şəklində menyularla vizual olaraq interfeysi istifadəçiyə bir növ belə təqdim etməyə imkan verir bu obyektlər vasitəsilə. Belə ümidvaram ki, biz indi artıq anladıq ki, bu podsistema nə demək konfiquratorda 1S platformasında. Yəni məsləhətim odur ki, hətta bunu bir yerə qeyd edə bilərsiniz. Yəni bilin ki, əgər istifadəçinin interfeysini belə vizual olaraq daha rahat, daha məntiqi şəkildə istifadəçiyə təqdim etmək istəyirsinizsə, baxın bu alt sistemlərdən mütləq, yəni ki, istifadə etməlisiniz. Yəni bu alt sistemlər vasitəsilə bu iş icra olunur. Yəni dostlar, mənim məqsədim o deyil ki, sizi nəzəriyyə ilə yükləyim. Yəni belə bir fikrim yoxdur. Amma yenə də əsas və bəzi lazım olan belə baza bilikləri bilməliyik. Yəni ən azından tərif də verə bilməliyik. Demək olar ki, hal-hazırda alt sistem haqqında bu qədər, yəni danışmağımız kifayətdir. Yəni özünüz də görürsüz ki, gəlin istifadəçi rejimində də açaq. Görürsüz, artıq bizim ilk alt sistemimiz də var. Yavaş-yavaş bizim konfiquratorumuzda biraz belə dəyişikliyə uğrayır, yəni menyuları yaranır. Yəni belə sadə şəkildə dərslərimizi inşallah davam etdirəcəyik. Növbəti konfiqurasiya obyektimiz isə gəlin vacibliklərinə, mühümlüklərinə görə bütün obyektləri yavaş-yavaş hamısına, yəni bu konfiqurator ağacında gördüyünüz bütün obyektlərə toxunacaq. Yəni onlar haqqında informasiya, məlumat alacaq. Növbəti konfiqurasiya obyektimiz isə bu spravочникlar. Baxın bu spravочник, kataloqlar, yəni belə də adlandıra bilərsiniz. Baxın o da burada yerləşir. Yəni gördüyünüz kimi общий konstanta sonra gəlir spravочник. Yəni ekranı belə yaxınlaşdıram. Baxın bu. Bu bizim spravочникlarımız olacaq. Yəni ki, növbəti indi toxunacağımız obyekt də budur. Yəni burada da tam şəkildə deyə bilərik ki, bu spravочник obyekti, yəni bu kataloq obyekti demək olar ki, istənilən konfiqurasiyada, yəni 1S şirkətinin lap standart konfiqurasiyaları olsun və ya da proqramçıların yaratdığı müxtəlif konfiqurasiyalar olsun, istər mühasibatı, istər ticarət idarə olunması, istər ERP, hamısında ən əsas obyekt. Buna görə də ona kifayət qədər vaxt ayırmaq və necə istifadə olunduğunu, nə üçün lazım olduğunu göstərmək vacibdir. Yəni bir şey də deyim ki, ola bilər ki, artıq siz 1S-lə tanışsınızsa, siz təxmin edirsiniz ki, bu spravочник haqqında məlumatınız var. Amma o da ola bilər ki, bəzi məqamları, yəni ki, bizim bu dərslərimizdə özünüz üçün yenidən kəşf etmiş olarsınız. Yəni bu səbəbdən də bu obyekt haqqında da ətraflı danışacağıq. Ancaq dərsin bu hissəsini istəyərdim dayandırım, yəni bu videoda. Yəni bugünkü, yəni bu videolarımızı qısa-qısa eləyək, çox uzatmayım, həm siz yorulmayasınız deyə. Yəni bu videoda sadəcə alt sistemlə bağlı, yəni məlumatı, yəni videonu bura kimi istəyirəm hazırlayın. Ancaq spravочникlar haqqında mövzumuzu isə, yəni ki, gələn videoda inşallah düzəldib, yəni tezliklə paylaşaram. Yəni bu gün biz bir növ konfiqurator ağacımızın, yəni 1S platformasında общий bölməsində podsistema obyekti ilə tanış olduq və onun təyinatını, nə üçün istifadə edildiyini və idarə etmə formalarında, idarə olunan formalarında
formalarda, interfeysdə nəyə lazım olduğunu aydınlaşdırmış oldu. Dərsi də sonlandırıram. Uğurlar. İnşallah gələn dərsdə görüşərik.